Sosial şəbəkələrdə milli mənəvi dəyərlərə zidd və qeyri-etik paylaşımlar demək olar hər gün görürük. Hazırda da hansısa bir məlumatı axtarmaq istədikdə, sosial şəbəkəyə girdikdə bir anlıq tərəddüd edirik ki, qarşımıza bu cür paylaşımlar çıxacaq və onu da qeyd edim ki, bu cür videolar ictimaiyyətə ciddi təsir göstərir. Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar, milli mənəvi dəyərlərimizə zidd olan hər hansısa bir videoları falan və s. görürsünüz? Bəli, görürəm. Son vaxtlarda ən çox TikTok sosial şəbəkəsinə görürəm ki, insanlar canlı yayımda pul xətrinə, yəni istənilən ağlınıza gələcək hər şeyi eləyirlər. Əlbəttə ki, yəni qarşımıza çıxır həmişə, yəni görürük. Yəni biz də bu şəxsləri qınayırıq. Yəni istəmirik ki, belə şeylər görək. Hər hansı bir istedadlarını təbliğ etməklə, hər hansı bir sevdikləri hobbini cəmiyyətə müsbət yönümlü verə biləcək bir şəkildə qursalar daha yaxşı olar. Bugünkü reallıq isə odur ki, belə qeyri-etik paylaşımlar sosial şəbəkələrdə daha çox baxış sayı toplayır. Müxtəlif şəxslər və ya səhifələr tərəfindən paylaşılır, şərhlər yazılır. Azalmır, əksinə artır. Baxıb təkrarlayanların məqsədi isə çox vaxt bu yolla məşhurlaşmaq olur. Bəzi insanlar öz davranışlarını nümunə kimi dırnaq arasında təlqin edərək bunu ictimaiyyətə qəbul etdirməyə çalışırlar. Təbii ki, bu xoşa gəlməz və arzu olunmaz bir prosesdir və insanların da haqlı etirazını, qınağını doğurur. Yəni, burada münasibət, ictimai qınağın olması bir mənalıdır. Hər kəs narazıdır və hər kəs qınayır. Amma yəni, bəzən deyək ki, bu qınaq gözlənilmədən təlqinə də çevrilə bilir. Yəni, təbii ki, belə nümunələr sonradan kütləviləşdikcə ictimai şuurda, davranışda, etik münasibətlərdə müəyyən problemlər yarada bilər. Görünür, sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edənlər məsələnin hüquqi tərəflərindən xəbərsizdilər. Belə ki, bu şəxslər inzibati məsuliyyətə cəlb edilir. Hətta bu cür kontentlərə görə yeni cərimələr və cəzalar da müəyyənləşdirilir. Həyatda olan cinayət və inzibati qanunvericiliyin prototipini eyni qaydada virtual aləmə də tətbiq etmək mümkün. Bu kütləvi əgər yayılırsa, belə olan halda bu inzibati məsuliyyətə səbəb olacaq. 500 manatdan 1000 manata qədər cərimə, əməli törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla 1 aya qədər inzibati həbs tənbihi nəzərdə tutula bilər. Nəzərə alsaq ki, sosial şəbəkələrdən müxtəlif yaş kateqoriyasından olan şəxslər də istifadə edir. Bu da hər birimizin məsuliyyətini daha da artırır. Çünki qeyri-etik paylaşımlar uşaqdan böyüyə hər kəsin qarşısına çıxır. Ələkbər Salih, Sabir Şahbələdov, Telesəhər.